Bir cütlük əllərində qəhvə, pəncərədən çölə baxarkən həyətdə oturacaqda oturmuş 3 yaşlı ağsaqqalı görmüşlər. Evin bəyi xanımına deyir ki, görəsən 3 yaşlı ağsaqqalın bu soyuqda çöldə nə işi var? Üşüyərlər, soyuq olar. Qoy gedim evə dəvət edim. Evin kişisi çıxır çölə, ağsaqqallara yaxınlaşır, deyir ki, gəlin içəri, hava soyuqdur, biraz hava özünə gəlsin, sonra gedərsiniz. Ağsaqqallardan biri deyir, biz üçümüz eyni anda bir evə girmirik. Üçümüzdən birini seçməyiniz lazımdır. Mənim adım zənginlikdir. Mən girdiyim evə bolluk, bərəkət gəlir, zənginlik gəlir. Ömrünüzün sonuna qədər zəngin olacaqsınız. İkincinin adı uğurdur. Onun girdiyi evdən uğur, başarı eksik olmur. Nəyi arzu edirsinizsə ona nail olursunuz. Üçüncünün adı isə sevgidir. Onun girdiyi evdən sevgi heç vaxt eksik olmaz. Ömrünüzün sonuna qədər bir-birinizi sevib dəyər verəcəksiniz. Hansımızın evə girməyini tərcih edirsiniz? Bəyə sordu və bəy yoldaşı ilə məsləhət etmək üçün evə daxil oldu. Yoldaşına başına gələnləri söyləyir və onunla məsləhət etmək istəyir. Yoldaşına deyir ki, gəl zənginliyi dəvət edək içəri, heç bir şeyə ehtiyacımız olmasın, çoxlu pulumuz olsun. Yoldaşı deyir, bəlkə uğuru çağıraq, niyə də o olmasın? Biraz öz aralarında mübahisə yaranır. Axırda qərarlarını verib 3 ağsaqqala yaxınlaşırlar. Evin bəyi deyir ki, üzr istəyirəm, əslində sizin üçünüzü də dəvət etmək istəyərdim evimə. Siz bir seçim qoyduğunuza görə biz sevgini dəvət edirik. Bu anda 3 ağsaqqal, üçü də birdən ayağa qalxır. Bu anda cütlük soruşur, niyə üçünüz də qalxdınız? Ağsaqqalın biri deyir, əgər siz zənginliyi seçsəydiniz, buradan təkcə zənginlik qalxardı. Əgər uğuru seçsəydiniz, yenə təkcə uğur qalxardı. Lakin sevgini seçdiyiniz üçün, sevgi olan yerdə zənginlik də var, başarı da var. Sizin də hər zaman seçiminiz sevgidən yana olsun.